An Abi Talha radiyallahu anhu qal أتاني آت من عند ربي عز وجل فقال من صلى عليك من أمتك صلاة كتب الله له بها 10 حسنات ومحى عنه 10 سيئات ورفع له 10 درجات. Hədisdə gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Rəbbimdən bir kəs yanıma gəldi və qeyd edildiyimiz kimi burada kimdir? Başqa bir açıq aydın gəlir ki, burada Cəbraildir. Ki kim sənin ümmətinə sənə salavat edərsə, yəni biz bilirik Allahumma salli ala Muhammed və ala ali Muhammed, kim bunu deyərsə, Allah Subhanahu onun üçün 10 savab yazar. 10 günahını silər və 10 dərəcəsini artırar. Və şək yoxdur ki, hədisdəki olan məna 10 savabını artırar. Yəni nədir? Allah Subhanahu bizə öz rəhmətini, öz lütfü ilə mükafatını qat-qat verməsidir. Və eyni zamanda onun günahlarını bir dənə salavat etməklə 10 günahını silməsidir. Və alimlərin çoxsu dediyi kimi bu kiçik günahların silməsidir, böyük günahları bəllidir ki, ancaq nədir? Silinməsi tövbə ilə olur. Və həmçinin dərəcənin artması nədə? Cənnətdə. Və bilirik ki, cənnətdə pilləkənlər var, otaqlar var, həqiqi olaraq. Və ona görə insanın o pilləkənlərdə, o otaqlara qalxmasını dərəcə ilə artırılır və bu hədisdəki olan salavat eləməklə o cənnətdə o dərəcənin artmasını göstərir. Və qısa olaraq Allah Resulü sallallahu aleyhi və səlləmə salavat eləməyin mükafatlarındandır bu və əzəmətli bir savabdır. İnsan bir əməl etməklə, Allahumma salli və səllim alə nəbiyyə Muhammed deməklə, ya məsəl üçün hədis eşitdikdə sallallahu aleyhi və səlləm deməsi ilə və başqa məclislərdə Allah Resulü sallallahu aleyhi və səlləmə salavat etməsini, hətta dərs əsnasında, hətta müizə əsnasında, xutbə əsnasında özündə deməsi ilə bu savabları qazanır və insan bu şeylərdən qəflətdə olmamalıdır. Və şək yoxdur ki, başqa hədisdə gəldiyi kimi ən paxıl insan, ən xəsis insan o kəsdir ki, mən xatırlandıqda mənə salavat etmir. Buna insan çəkinməlidir və Allah Resulü sallallahu aleyhi və səlləm nə qədər çox salavat eləməsi ilə onun üçün o qədərdə daha çox savab yazılır. Onun üçün necə ki bu hədisdən biz gördük, eşitdik.